Jiqanlar kimlərə deyilirdi? Jiqan sözünün mənası yanmaq və yandırmaq mənasını verir. Jiqat sözündən, jiqa sözündən gəlir. Bunlar kimlərə deyilirdi? Bu adətən çarlı zindanlarında zindanı isidən adamlara deyilirdi. Bunların xüsusi imtiyazları olurdu və bunlara da el arasında jiqan deyilirdi. Sonrakı dövrlərdə bu adamlar köhnə oğru aləmini, kriminal aləmi də əhatə etməyə başladılar. Amma jiqan sözü xüsusi bir kriminal dünyanın simvoluna vətəndaş müharibəsi 17-20-ci illərdəki vətəndaş müharibəsi dövründə başladı. Belə ki, A qvardiyaçılar bolşeviklərə qarşı mübarizə aparanda xüsusi bir iyerarxiya, bir qanunlar toplusu yaratmağa başladılar. Onlar ciddi şəkildə həmin qanunlara əməl etməyə çalışır, o iyerarxiyanı saxlamağa çalışırdılar. Və məhz bu A qvardiyaçılara jiqan deyilirdi. Lakin bunlar aristokrat olduqları üçün cinayəti özləri eləmirdilər və onların əsaslı əllərinin altında aşağı təbəqədən olan insanlar olurdu. Adətən də yetkinlik yaşına çatmayanlar. Bunlara bosyak və yaxud əxyalın və yaxud şpana deyilirdi ki, küçə adamı deməkdir mənası. Jiqanlar öz aralarındakı söhbətdə qaraçı dialektindən də istifadə edirdilər və özlərinə məxsus bir jargonları vardı. Sözü müzakirə etmək üçün isə bir yerə yığılırdılar. Bu sözdə yəni kriminal aləmə jiqanlardan keçmişdi ki, buna da afşak deyilirdi. Lakin Sovet hakimiyyəti bunlara qarşı mübarizə aparırdı. Çünki bunların apardığı kriminal əməllər ideoloji nifrət üstündə qurulurdu. Belə bir vəziyyətdə 20-ci illərdə Sovet hakimiyyəti ciddi cinayət məsələsi qəbul etdi ki, bu əməllərlə məşğul olan, ağır cinayətlərlə məşğul olan insanları birmənalı ölümə məhkum edirdilər. Eyni zamanda zindanlarda da aşağı təbəqədən olan sonrakı dövrdə Vor adlanan cinayətkar aləm jiqanlara qarşı çıxmağa başladı və 30-cu illərə doğru yavaş-yavaş jiqanları zindanlardan sıxışdırmağa başladılar və onların yerini vorlar almağa başladı.